Kombinləri daha tez necə hazırlamaq olar? Səhərlər uzun-uzadı geyim seçmək artıq problem sayılır. Çox vaxt bu zövqün olmaması ilə deyil, qarderobda sistemsizliyin olması ilə də bağlıdır. Qarderobda xaos varsa, eyni tipli geyimlər təkrarlanırsa və qarderobun yarısı nə vaxt geyinərəm rejimində yaşayırsa, beyin hər dəfə həddindən artıq çox qərar verməli olur. İlk addım çeşidləmə. Geyinmədiklərinizi kənarlaşdırın, işlək baza və vurğulu geyimləri saxlayın. Sonra hər şeyi məntiqlə yerləşdirin. Cinslər cinslərlə, köynəklər köynəklərlə, trikotaj ayrıca. Nəyinizin olduğunu aydın görəndə obraz toplamaq avtomatik olaraq asanlaşır. Hazır kombinasiyalar yaradın. Əvvəlcədən 5-7 növbətçi kombin tərtib edin, müxtəlif vəziyyətlər üçün. Onları üzərinizdə şəklinizi çəkin və telefonda ayrıca albomda saxlayın. Səhər sadəcə albomu açırsınız və yoxlanmış variantlardan birini seçirsiniz. Maksimum ayaqqabı və ya aksesuarı əhvalınıza görə dəyişirsiniz. Axşam qərar verin. Kiçik amma çox effektiv vərdiş. Axşam 5 dəqiqə vaxt ayırıb sabah nə geyinəcəyinizi müəyyənləşdirin. İnanın, bu düşündüyünüzdən qat-qat vaxta və əsəbə qənaət edir.